Naxçıvanda icbari tibbi sığorta sahəsində yeni agentlik yaradılır. Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta sisteminin idarə olunmasının daha səmərəli təşkili məqsədi ilə yeni publik hüquqi şəxsin yaradılması ilə bağlı qərar qəbul edilib. Dəyərli xəbər verir ki, məlumata görə qərara əsasən Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta sahəsindəki funksiyaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunur. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bazasında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi adlı yeni publik hüquqi şəxs yaradılacaq. Yeni agentlik icbari tibbi sığortanın tətbiqi, tibbi xidmətlər zərfi üzrə maliyyələşdirmənin həyata keçirilməsi, icbari tibbi sığorta fondunun idarə olunması, tibbi xidmətlərin satın alınmasının təşkili, eləcə də əlilliyin qiymətləndirilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi istiqamətlərində fəaliyyət göstərəcək. Qərara əsasən, sığorta olunan şəxslərin dərman və tibbi vasitələrlə təmin olunmasına dair hüquq və öhdəliklər isə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə veriləcək. Bununla yanaşı, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya xidmətləri ilə bağlı səlahiyyətləri və tabeliyində olan reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə keçiriləcək. Yeni yaradılan quruma sədr və 2 müavindən ibarət idarə heyəti rəhbərlik edəcək. Agentliyin maliyyələşməsi dövlət büdcəsi, İcbari Tibbi Sığorta Fondunun vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına təmin olunacaq. Qərarda aidiyyəti dövlət qurumlarına yeni agentliyin dövlət qeydiyyatının aparılması, əmlakın təhvil təslim prosesinin təşkili, normativ sənədlərin uyğunlaşdırılması və digər təşkilati məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar da verilib.